Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Yeni bir 3 otaqlı mənzilimiz satışa çıxdı. Yerləşmə yeri Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindədir. Qanuni 3 otaqlı mənzildir. Hal-hazırda mənzilin qonaq otağındayıq. Ölçüsü çox genişdir. Qarşısında eyvanı var. Mənzildə təmirdən sonra yaşayış olmuyor. Döşəmə bahalı laminat. Mənzilin dəhliz hissəsidir. Girən kimi sol tərəfdə dəhliz mebeli yığılıb, sağ tərəfdə belə güzgülü açarlıq yığılıb. Döşəmə qranit mərmər istipollandı. Bura mənzilin ümumi sanitar qovşağı, bütün aksesuarlar yığılıb hazır vəziyyətdə. Mənzilin mətbəxi. Mətbəxin ölçüsü normaldır. Rahatçılıqla stol qoyub oturmaq olar. Qarşısında eyvanı var. Mebel tam yığılıb tavana qədər. Üstün aksesuarlara quraşdırılıb. Keçək digər otaqları göstərim sizə. Mənzilin birinci yataq otağı. Yataq otaqlarının ölçüləri normaldır. Rahatçılıqla bütün mebelləri yerləşdirmək olar. Bura ikinci yataq otağı. Bütün otaqlarda pərdəli su asılıb, radiatorlar quraşdırılıb, hazır vəziyyətdədir. Gördüyünüz bu mənzil Əhmədli qəsəbəsi Seyid Əzim Şirvani küçəsində yerləşir. 126 kvadrat ümumi sahəsi var. Qanuni 3 otaqlı mənzildir. Bura tək sanitar qovşaq. Bütün aksesuarlar yığılıb hazır vəziyyətdə. Sənəd çıxarış dövlət ipotekasına tam yararlıdır. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindədir. Qiymət 288 min manatdır. Real alıcıya yerində endirim olacaq. Kimin əlavə sual olsa buyurub zəng eləsin. Sağ olun.